Jetonları faizsiz almaq üçün USD dollar kartını aktiv edin və faizsiz jeton alın. Salam dostlar, xoş gördük sizləri. Deməli, TikTokda jetonları faizsiz almaqdan ötürü necə olur, onu sizə göstərəcəm. USD kartı necə aktiv olunur, dollar kartı. Onu sizə göstərirəm. ABB kartını da göstərirəm. Yəni daha ABB-nin bank proqramını da göstərirəm. Necə aktiv edə bilərsiniz. Zəhmət olmasa sona qədər izləyin ki, tam məlumatınız olsun. Deməli, gəldiniz, proqrama daxil oldunuz. Burada plus işarəsi var. Onun üzərindən bir toxunursunuz. Burada yazılacaq ki, kart al. Kart al sözünə gəlirsiniz. Burada yazılıb ki, fiziki kart. Görürsünüzmü? Sifariş et sözü var. Gəlib burada sifariş edə vurursunuz. Burada baxın yazılıb AZN, Euro ya USD. Məndə USD kartım var, yenə göstərmir, amma sizdə bura açıq olacaq, aktiv olacaq. Üzərindən belə vurursunuz və yaxud da məsələn tutaq ki, indi bunu göstərirəm. Üzərindən belə vurdunuz. Rəqəmsal kartınız, yəni rəqəmsal kart. Üzərinə belə toxunursunuz. Visa sözünə belə vurdunuz. Hazırdır. Seçdiniz. Bunu Euro yerine USD seçirsiniz. Əslində bununla da olur faizsiz, amma ən yaxşı dollar kartıdır. Vurdunuz. Sifariş edin sözünə toxunursunuz. Mən toxunmaq istəmirəm, eybi yoxdur. Belə toxunursunuz sifariş edin sözünə. O sizi burada məlumatlar gəlir. Sonra növbəti sözünə vurursunuz, daxil olursunuz Simaya. Sima proqramı daxil olandan sonra imzalayırsınız və salam geri qayıdırsınız. Başqa sizə nə isə dedi, onu aktiv edirsiniz. Gözləyirsiniz, bir 10 dəqiqə kartınız aktiv olur. Yəni ABB-də beləsinə rahat şəkildə ala bilərsiniz. İndi digər banklar proqramına da baxacağam. Orada da alındırırsan, indi sizə hamısını bir-bir göstərəcəm. Dostlar, deməli Dostbankda, yəni Banko Bakuda necə olunur USD kartını aktiv etmək? Daxil olduğunuz belə proqrama gəlirsiniz aşağı. Görürsünüz yazılıb burada digital bol kart sözü yazılıb burada. Üzərindən belə toxunursunuz. Burada gəlirsiniz, görürsünüz bunu seçdiniz, bəs edir. Bunu seçəndən sonra Mastercarddır. Sonra davam et sözünə toxunursunuz. Belə yenə də bunda da davam et vurursunuz. Biraz gözləyək. Yəqin ki, burada bizi Simaya yönləndirəcək ya da ki, başqa bir yerə. Burada Simaya şəkil istəyəcək sizdən. Simada davam etməkdən ötürü şəkildə video belə çəkirsiniz. Onu digərlərin sözünüzü görəcəksiniz. Addım-addım göstərəcək hamısını. Aktiv edirsiniz. Bu da həmçinin ABB-də olduğu kimi ola bilər 5 dəqiqə hazır olsun, ola bilər 10 dəqiqə hazır olsun, ola bilər ki, həmin dəqiqə hazır olsun. Yəni burada da rahat şəkildə aktiv edib istifadə edə bilərsiniz. Tam faizsiz şəkildə jetonları alırsınız. Rahat şəkildə istifadə edin. Bir də dostlar, Rabitə bankda, Rabitə bankında proqramında rahat şəkildə USD kartını aktiv edə bilərsiniz. O necə olunur, onu da sizə izah edim. Gəldiniz, proqrama daxil oldunuz, belə bir ekran açılır. Gəlirsiniz buradan plus işarəsinə. Gəldi. Baxın yazılıb yeni kart sifariş edin. Bunun üzərinə toxunursunuz. Burada görürsünüz manatdır, dollardır. Bunların hamısının yəni loqoları var, belə deyək. Məsələn, dollar üzərindən daxil olursunuz. Pulsuzdur kart. Hamısı pulsuz şəkildə istifadə edə bilərsiniz. Daxil oldu. Məsələn, Visa yaxud da ki, Mastercard edə bilərsiniz. Fərqi yoxdur. Ürəyiz hansını istəyir edin. Visa məncə daha yaxşı olar. Üzərinə toxunursunuz. Sonra kart sifariş edin. Sözdən daxil olursunuz. Plastik kart, rəqəmsal filiallara getməyə və ya çatdırılmaya gözləməyə ehtiyac yoxdur. Burada bunun qiyməti 10 manatdır. Yəni bu pulla da satışı. Bunu yəni Rabitə bankda aktiv etdikdə 10 manat pul ödəməlisiniz. 10 manat pul ödəyir. Davam edib vuraq. Burada da davam edib vuraq, yoxlayaq. İş yeri, vəzifə, ortaylıq gəlir. Burada siz bunları yazırsınız və kartınızı aktiv edirsiniz. Rahat şəkildə bu kartı aktiv edib istifadə edə bilərsiniz.